Bloka hazırlaşan əziz uşaqlar, deməli sizin üçün bir dənə silsilə bölməsində bir sualın izahını çəkəcəm. Bizə bu sualda nə deyir? Deyir ki, A14-ü 140 verib, S14-ü 1050 verib, A1-i soruşur. Biz bilirik ki, S-nin düsturu, yəni S14 bərabər A1 üstə gəl A14 bölünsün 2 vurulsun 14. Buradan verilənləri yerinə yazıb ifadəmizin, yəni soruşulan qiymətini tapa bilərik. Bərabərdir 1050. Hər tərəfi 2-yə böləcəm, yəni 7. Buradan A1 üzərinə gəl. A14-ü bizə verib 140. Bərabərdir. 1050-ni 7-yə böləndə 150 eləyər. Buradan A1 bərabərdir 10. Keçək növbəti sualımıza. Növbəti sualda baxaq bizə nə deyir? Çevrə bölməsinə aid bir sualdır. Deməli, sualı yazıram, şərtini. Bizə çevrə verib. Bir dənə çevrə çəkək. Çevrə. Deyir bu çevrədə mərkəzdən, deməli, buradan bir dənə belə, sonra bir dənə də başqa bir daxil çəkilmiş bucaq verib, belə. Və bizə deyir ki, A, B, C, O. Bizə şərt verib, deyir ki, bucaq A, B, C bərabərdir bucaq A, O, C çıxılsın 34. Bizdən bucaq A, B, C plus bucaq A, O, C-ni soruşur. Biz bilirik ki, bu hər iki bucaq, bax, buradakı hər iki bucaq, bu deməli A, O, C ilə A, B, C eyni qövsə söykənən bir bucaqdır. Mərkəzə çəkilmiş bucaq qövsün özünə, daxilə çəkilmiş bucaq isə qövsün yarısına bərabərdir. Yəni x bölünsün 2-yə. İndi biz burada bucaq, deməli A, O, C-yə bir x desək, digəri x bölü 2 olur. Buradan hesablaya bilərik. Deməli, x bölü 2 bərabərdir. X çıxılsın 34. Hər tərəfi 2-yə vursaq, deməli, buradan olacaq x bərabərdir. 2x çıxılsın 70. Buradan, daha doğrusu 68. Deməli, buradan 68. Buradan biz x-in deməli 68 olduğunu gördük. Əgər x-imiz 68-dirsə, deməli, x-a nə demişdik? A-O-C demişdik. Bax, buranı başqa bir qələmlə yazaq. Deməli, bura biz 68 dedik. Digərsə onun yarısına bərabərdir. Yəni, elə 34-ün özünə bərabərdir. 68 ilə də 34-ün cəmi bizdə eləyəcək 2, deməli, 102. 102 dərəcə. Bizdən soruşulan bucaq da 102 dərəcə olmuş oldu.